Tələbə Zoom dərsinə kamera bağlı qoşula bilər. Nok. Tələbə dərsə qoşulub mikrofonu mute etməyi unudub evdəki səslər eşidilə bilər. Unutmasa daha yaxşı olar. Nok. Tələbə dərs zamanı çay və ya yemək yeyə bilər. Ok. Tələbə dərsdə internetim zəifdir deyib birdən dərsdən yoxa çıxa bilər. Nok. Tələbə Zoom dərsində nickname yerinə iPhone istifadəçisi kimi qoşula bilər. Ok. Tələbə dərsə gec qoşulub yenə əvvəldən izah edə bilərsiniz deyə bilər. Nok. Son vaxtında qoşulsun. Sizin deməlisiniz. Silinəcəkdi olarımızda. Tələbə dərs zamanı arxa fonu filtr ilə dəyişib kosmosdan qoşula bilər. Ok. Tələbə dərsin bitməyinə yaxın birdən aktivləşib çoxlu sual verə bilər. Ok. Tələbə dərsdə kamera açıq ikən pişiyini və ya etini göstərib diqqət yayındıra bilər. Ok. Diqqəti iştirakçıların yayınmamalıdır məncə. Tələbə Zoom dərsində ekran görüntüsünü çəkib sosial şəbəkədə paylaşa bilər. Ok. Zəhmət olmasa eləyin hətta. Tələbə dərsə qoşulub eyni anda başqa iş görə bilər. Yox. Nok. 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 Təşəkkür edirəm. Mən də sizə ok deyirəm. Təşəkkür edirəm Cavit əmi.